Vətənini canından çox sevən, onun azadlığı üçün son damla qanına qədər döyüşməyə hazır olan baş leytenant Ədilzadə Ədil Rövşənoğlu 25 may 1995-ci ildə Yevlaxın Varvara kəndində anadan olub. O, orta təhsilini Yevlax rayon Varvara kənd tam orta məktəbində alıb. Orta təhsilini aldıqdan sonra 2015-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Məzun olduqdan sonra hərbi xidmətə çağırış üzrə Dövlət Komitəsinin Təlim və Tərbiyə Mərkəzində zabitlik kursu keçən Ədil Ədilzadə baş leytenant vəzifəsinə qədər yüksəlir. Azərbaycan ordusunun hərbiçisi olan Ədil Ədilzadə 2020-ci il sentyabrın 27-sindən başlanan Vətən müharibəsində iştirak etmişdir. Torpaqlarımızın işğaldan azad olunması və şanlı zəfərimizin qazanılması yolunda böyük şücaət göstərmiş, qəhrəmanlıq nümayiş etmişdir. Vətən müharibəsi bitdikdən sonra Ədil Ədilzadə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. 2022-ci ilin sentyabrında düşmənləri darmadağın edərək onları geri oturdurmuşdur. Silahlı qüvvələrimiz tərəfindən 2023-cü il 19 iyun sentyabr tarixində Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində xüsusi fədakarlıq nümayiş etdirən Ədilzadə Ədil, sentyabrın 19-da Xocavənd istiqamətindəki döyüşlər zamanı şəhidlik zirvəsinə uzalır. O, Yevlax rayonu Varvara kənd qəbirstanlığında torpağa tapşırılır. Ailəlidir. Bir övladı yadigar qalır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ədilzadə Ədil Rövşənoğlu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmətə görə ordenı ilə təltif edilmişdir.